Səməni Novruz bayramının ruhudur. Bu bayram süfrəsinin ən gözəl rəmzlərindən biridir. Baharın, yenilənmənin və bərəkətin simvolu. Bu salat isə o simvolu yansıdan və bu bayram günü süfrələrinizi bəzəyəcək ən gözəl görünüşlü salatlardan biridir. Bu qat-qat salata ilk öncə rəndədən keçirdiyimiz kartofla başlayır. Ardınca eyni qaydada hazırlanmış yumurtanı əlavə edirik. Daha sonra didilmiş file və üzərindən doğradığımız gavalını əlavə edirik. Hər yeni qatda duzu və mayonezi unutmuruq. Daha sonra rəndələnmiş kök əlavə edirik. Mayonezlə formanı tamamlayaraq üzərinə səməniyə bənzəməsi üçün yaşıl noxud səpirik. Bizim salatların tərkibləri çox vaxt bir-birinə çox bənzəyir. Bu salat isə həm tərkibi, həm görünüşü ilə sizin süfrənizdə fərqlənəcək. Gavalı salatı sevənlər bu salatı çox bəyənəcək. Zövqə görə gavalını başqa bir ərzaqla da dəyişə bilərsiniz. Və son olaraq əsas simvolumuza bənzəməsi üçün qıraqlarını yaşıl soğanla bəzəyirik. Bu bayramda süfrənizi bəzəyəcək fərqli görünüşlü salatlar axtarırsınızsa, səhifəmə keçid edib tonqal və paxlava salatların reseptlərini də götürə bilərsiniz. Hər ikisini səhifəmdə sabitləmişəm. Və son olaraq hər birinizin Novruz bayramını təbrik edirəm. Hər gününüz bu səməni kimi yaşıl və canlı olsun. Bu bayramla bərabər oruç tutanların həmçinin duaları və orucu Allah tərəfindən qəbul olmasını diləyirəm. Bahar necə torpaq oyadırsa, Novruz bayramı da həyatınıza gözəl yeniliklər gətirsin.